5 manat 99 köpəyə alan müştərilərimiz nə olar ki, girib o kommentarda yazın da deyin. İndi də 9 manat 90 köpəyə qoyuram. Bax, buna bax, bahalı malları 9 manat 90 köpəyə qoyuram. Allah bahalıları. Görürsünüz, hər gün mən endirim eləyirəm də, nə olar ki, pis mal almırsınız ha siz. Bilin ki, yəni bunu bir dənə ipi belə 5-6 manat verdi. Yəni bahalı şeylərdir. Mən bunu gətirirəm, sadəcə ucuz qoyuram. Bax qardaşlar, bizim böyük filiallarımız var, maşallah olsun. Satılır mallar. Misal üçün bu kajilalar satılıb 55 manat, 60 manat, 45 manat, 43 manat qalır. Misal üçün 10 ədəd ondan qalır, 10 ədəd bundan, 15 ədəd ondan, 20 ədəd ondan. Təzədəndən onları buraxırıq endirmə. Yəni bilin ki, bunlardan bizim xeyrimiz yoxdur. Yəni bunlar hamısı ziyana gedən mallar. Bax belə taya nə qədər misal üçün gördünüz ki, şalvarları nə qədər qoymuşam 12 manata, 10 manata. Hamısı zərərə qoyulmuş şeylərdir. Yəni fikirləşməyin ki, İlyas, sən nə bomba al verirsən, gətirirsən ilə görən bunun üstündə nə pul tutur, ölü paltardır, yoxsa yox. Sadəcə olaraq burada gəlib başı çıxan adam varsa, gəlsin kompüterumda zərəri mən göstərim ki, nə qədər zərər göstərir. Bahalı mallardır. Bunu 9 manat 90 köpək. Ölü bunu verməz bizə. Bax, gördünüz. Sadəcə olaraq bilmirəm, o ticarətçilər yaxşı bilir bunu, başa düşərlər. Amma sadə müştərilərimiz şübhə. Amma hər nədirsə də paketdə olan, korobkasında olan mallardır sizə biz təmiz mallar verir, şükür Allah. Ölü malı olsa valla bu qədər ölü yoxdur. Mən bilirsiniz ki 5 ildir bəlkə də milyonlarla ayaqqabı, şalvar satmışam. O qədər ölü yoxdur. Gərək ya soyqırım ola ya da ki koronavirusun ən güclü forması gələ. Yəni başqa cür yox. Sağ olun, var olun.